Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda bir sıra açılışlarda iştirak ediblər. Şükürbəyli kəndinə köçən sakinlərlə də görüşən dövlət başçısı bir sıra önəmli açıqlamalar verib. Prezident İlham Əliyev bildirib ki, hələlik burada 635 ev inşa olunub, lakin köçmək istəyənlər çox olduğu üçün kəndin ikinci mərhələsi də nəzərdən tutulub. Dövlət başçısı həmçinin azad edilmiş ərazilərdə görülən işlər, eləcə də nəzərdə tutulan layihələr barədə məlumat verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlət başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib. Bildirilib ki, təhsil müəssisəsində müəllim və şagirdlər üçün hər tərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fən kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana, müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə eyni zamanda futbol və basketbol meydançaları da yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə də tanış olublar. Bildirilib ki, Şükürbəyliyə rayonun Şıxalı Ağalı, Dəcəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır. Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Bunlardan hər biri 80 yerlik olmaqla 2 körpələr evi uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə də görüşüblər. Sonra açarların təqdim edilməsi mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl rayon mərkəzi xəstəxanasının binasının tikintisi ilə də tanış olublar. Məlumat verilib ki, ərazisi 5 hektara yaxın olan xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya, reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa poliklinika, şua diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl rayon gigiyeniya və epidemiologiya mərkəzinin və digər binaların inşası davam etdirilir. Prezident İlham Əliyev Cəbrayılın Soltanlı kəndində Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 330 kilovatlıq Şəfəq yarımstansiyasının açılışında da iştirak edib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük birbaşa xarici investisiya layihəsi olaraq BP şirkətinin Cəbrayılda tikdiyi 240 meqavatlıq Şəfəq günəş elektrik stansiyasının enerji sistemə inteqrasiyası üçün Azərbaycan dövləti iri həcmli işlər həyata keçirib. Bu çərçivədə Azərenerji Cəbrayılda 330 kilovatlıq rəqəmsal yarımstansiya tikib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün Cəbrayıl enerji qovşağına 7,5 kilometr uzunluğunda 330 kilovatlıq 2 dövrəli yüksək gərginli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür. Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, rəqəmsal idarəetmə mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarə etməni təmin edən mikroskada dispetcher sistemi qurulub. Mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər. Dövlət başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verilib. Bildirilib ki, enerji sisteminin rəqəmsal əsasda modelləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bol sulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisinin istehlakının 36-41% məhz yaşıl enerji hesabına təmin olunub.